İmam Şafi deyir ki, rahiməhullah, ridan nəs qayətun la tudrak. İnsanların razılığı elə bir qayədir ki, elə bir məqsəddir ki, elə bir arzu istəkdir ki, onu heç vaxt əldə edə bilməyəcəksən. Fikir verirsiniz, insanlar nə qədərdir? Allah təkdir. Tək olanı razı salmaq asandır, yoxsa çox olanlar çətindir. Hərəsi bir şey istəyir. Hərəsinin bir arzusu var. Hərəsinin bir istəyi var. Birini razı salsan 5'i narazı olacaq. Onu razı salsan 100'ü narazı olacaq. Bir kəndi razı salsan digər kəndlər narazı olacaq. Amma bir nəfəri Allahı razı salsan, Allah onların hamısı səndən razı eləyəcək. Sən Allaha qulluq eləsən, onların qəlbi Allahın barmaqları arasındadır. Allah təala eləyəcək ki, onlar səni sevəcəklər. İnsanlara fikir vermək lazım deyil. Gözəl əxlaqla davran. Onlara hörmət qoy. Onlarla ədəbli davran. Əxlaqlı davran, lakin onlara görə haqqı deməkdən vaz keçmə.